Hamınızı salamlar. Bugün kart inceleme davamını çəkirəm. Günlərdən də aprelin 11-i 2-yə işləyir 20 dəqiqə. Əlimizdə gördüyünüz kimi Dünya Çempionatı 2018-dən bir kart var yenə. Amma bu fərqli stildədir. Bilirik ki, yəni keçən bölümdəki kart videolarında bilirik ki 2018-ci ildə keçirilən Dünya Çempionatı Rusiyadaydı. Amma bu fərqli stildə bir kartdır. Baxaq elə hansı oyunçudur. Gördüyünüz kimi əlimizdə İspanya milli komandasının David Silva var. David Silva da mən bildiyim qədərilə bırakmış olmalıdır futbolu. Gücləri də var burada. 50 defans gücüdürmü yoxsa atak gücüdürmü bilmirəm. 90'da 1 gücü var. 84'e 224. Bunun fərqli şkalası var biraz güc olarak. Çok da detaylı bir kart değil. Dünya Çempionatı kartlarını çok beğenmirəm ama yenə də yəni əlimizə bu kart düşdü bu səfər. Burada kart incələmənin bir sonraki bölümü oldu. Ümid edirəm çox danışıb sıxmadım sizi. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.